Nanoplastiklər hər gün bədənimizə daxil olur. Amma biz bunu hiss etmirik. Nanoplastiklər, plastik materialların parçalanması nəticəsində yaranan son dərəcə kiçik hissəciklərdir. Onlar o qədər kiçikdir ki, gözlə görmək mümkün deyil. Bu hissəciklər bədənimizə əsasən 3 yolla daxil olur. Birinci yol havadır. Havada olan nanoplastik hissəciklərini nəfəs aldıqca ağciyərlərimizə çəkirik. İkinci yol sudur. Araşdırmalar göstərir ki, içdiyimiz sularda belə mikro və nanoplastik hissəciklər tapıla bilər. Üçüncü yol isə qidadır. Dəniz məhsulları, duz və digər qidalarda plastik hissəciklər aşkar edilib. Bu o deməkdir ki, biz hər gün bilmədən nanoplastiklərlə qarşılaşırıq. Bu problem yalnız alimlərin problemi deyil. İqlim problemi hər birimizin problemidir. Bugün dünyada qərarlar çox vaxt insanların maraq və istəklərinə görə formalaşır. İnsanlar nəyi daha çox müzakirə edirsə, hökumətlər də həmin istiqamətdə addım atır. Ona görə də sən də iqlim mövzunu görünən et. İqlim dəyişməsi və iqlim fəlakətləri haqqında paylaşımlara diqqət yetir. Belə videolara şərh yaz, bəyən və paylaş. YouTube, Instagram, TikTok və hətta WhatsApp statuslarında iqlim problemini aktual et. Çünki milyonlarla insan bu barədə danışarsa, dünya ölkələrinin də bu problemi həll etmək üçün birlikdə hərəkət edə bilməsinə dəstək olacaq. Bir anlıq düşünün ki, bütün ölkələrdə insanlar iqlim problemi haqqında danışır və problemin həllini istəyir. Bu bəşəriyyətin yeganə düşməni olan nanoplastik və onunla bağlı iqlim probleminin qarşısında bütün potensialımızın birləşməsinin yeganə çıxış yolunun olduğunu görəcəklər. Planetimizin gələcəyi bizim biganə olmamağımızdan asılıdır. Dünya dəyişir. Görünməyən təhlükələr var. Planetimizin xilası üçün danışaq. Planeti qoruyaq, sağlam yaşayaq.